Gününüz xeyir, mən Zeynalova Kəmalə. Bugün kimyadan kristal hidratlar nədir? Onun izahına baxaq və bir neçə test nümunəsinə baxaq. İlk öncə gəlin görək kristal hidrat nədir? Kristal hidrat. Kristal hidrat yadımızda saxlamalıyıq ki, duz vur su deməkdir. Duz vur su. Və burada duzun mol kütləsi isə hər zaman 1 mol. Su isə N mol. H2O olur. Məsələn, birinci sualımızda baxaq. Birinci buradan başlayıram. 18,6 qram natrium yodid kristal hidratı. İlk öncə yazaq natrium yodid. Vur N sayda H2O. Biz bilirik ki, qızdırılan zaman bu zaman su ayrılır və azalma suya görə gedir. Azalma suya görə gedir. Suya görə. Bu zaman alınır natrium yodid üstə gəl N sayda H2O. Burada azalma bizim suyumuza görə gedir. Ümumi kristal hidratımız natrium yodid vur N mol sudur. Qalan susuz duzumuz isə natrium yodiddir. İndi 18,6 qram yazıq. 18,6 qram kristal hidratımızdır. Tam közərdildikdə 3,6 qram su alınmışdır. Deməli 3,6 qram su alınıbsa bu qədər azalma var. Onda gəlin görək bizim quru duzumuz nə qədərdir? 18,6-dan 3,6-nı çıxırıq, qalır 15. Deməli bizim 15 qram quru duz yanında saxlayıb 3,6 qram su. Biz də izahda dedik ki, normal formulumuzda hər zaman 1 mol duz olur. Baxırıq, 1 mol duzun molyar kütləsi isə 150 qramdır. 150 qrama X olacaqdır. X də bərabərdir 36. Biz də bilirik ki, suyun molyar kütləsini 36 qramı suyun molyar kütləsi 18-ə bölsək 2. Deməli, bizim kristal hidratımızda N-imiz 2-yə bərabərdir. Doğru variant D variantıdır. Daha sonra növbəti bu suala baxaq. Kalsium xlorid kristal hidratı. Yazaq kalsium xlor 2. Yəni N mol H2O. Bu zaman qızdırıldıqda kalsium xlor 2 üstə gəl N mol H2O alınır. Ümumi kristal hidratımızın kütləsi veribdir 43,8 qram. Bu zaman deyir 21,6 qram azalır. Yəni qeyd etdiyimiz kimi azalma 21,6 qram suya görədir. 43,8-dən 21,6-nı çıxırıq. 22,2 qram su qalır, duz qalır. 22,2 qram duz öz yanında 21,6 qram su saxlayır. Biz də dedik ki, kristal hidratda normalda 1 mol su olur. 1 mol suyumuz duz olur. 1 mol duzumuz da 111 qramdır. Yazaq 111 qrama. X bərabərdir. 111'i vururuq 21,6'ya bölürük 22,2'yə. Hər tərəfi vergüldən azad eləsək 111'i vururuq 216 böl 222. İxtisar gedir 2, 108. 108 qram suyu buradan yazıram. 108 qram su. 108 qram suyun molyar kütləsi 18-ə bölsək 6 mol. Deməli bizdə 6 mol N, yəni su var imiş. Doğru variant B variantıdır. Digər sualların izahına baxaq.
Deməli, magnezium sulfat tuzu veribdir. Yazaq magnezium SO4 vur XH2O. Deyir közətdikdən əvvəl bərk qalıq. Biz bilirik ki, tuzlar bərk qalıqdır. Közətdikdə qalır magnezium SO4 bərk qalıqdır. Üstə gəl H2O n sayda X-də. X yazmışıq, X olsun. Deyir, bərk qalığın kütləsi 6 qram. Deməli, bu 6 qramda əvvəlcə də var idi bərk qalığımız, yəni kristal hidrat dozumuz 12,3 qram. 12,3 qramdan 6 qram bərk qalıq qalıqsa, deməli, bizdə alınır 6,3 qram su. Onda baxırıq, magnezium SO4 6 qramı 6,3 qram su birləşdiribdirsə, bizdə normal formulumuzda 1 mol magnezium SO4, yəni 120 qrama X olacaq. X də bərabərdir 12 vur 63, vergülü sildim bu sıfırla, böl 6. 126. 126-nı da suyun molyar kütləsinə bölsək 7 mol su çıxar. Daha sonra növbəti sualımıza baxaq. Kalsium SO4 yazaq. Kalsium SO4 vur XH2O. Deyir 1 molunda 12 mol atom var. Hal-hazırda kalsium 1, kükürt 1, oksigen 4, 6 atom buradadır. 3 atom sudadır, ancaq X-dir. Bunların cəmi mənə deyir 12-dir. X-i yəqin ki deyir tapın. Bu da 6 üstə gəl 3x bərabərdir 12. 12-dən 6-sını çıxırıq. 3x bərabərdir 6, x bərabərdir 2. Deməli, doğru variant B variantıdır. Daha sonra növbəti suala baxaq. 6,15 mol duz veribdir bizə. Eyni reaksiyada yeniləmirəm reaksiyamızı. Deməli, 6,15 qram kristal hidratımız var. Qızdırıldıqda 3,15 qram su varsa, deyir bu kristal hidratda 3,15 qram. Baxıram, 6,15 qramı ümumi kristal hidratın kütləsidir. 3,15 qram su varsa, yerdə qalır 3 qram duz. Demək, bizim 3 qram magnezium sulfatımız 3,15 qram su saxlayıb. Onda bizdə normal formulda, yəni 1 mol magnezium SO4-ümüz 120 qramdır. X də bərabərdir buradan. Çıxartsaq, yəni 126, bunu da 18-ə böləndə 7 mol su düşür. Eyni bu suallarda eynidir. Həll eləyib rəylərdə cavablarınızı yaza bilərsiniz.